Bismillahirrahmanirrahim. Zamanəmizin malikəşləri, salxalandıqca zamanə nehrə kimi yağı yağ üstə çıxır, ayranı ayranlıq olur. Kim ki insanı sevir, aşiq hürriyyət olur, bəli hürriyyət olan yerdə də insanlıq olur. Bəli, zamanə çalxalandıqca həqiqətlər üzə çıxır. Müəmmalar həll olur, hadisələrin mahiyyəti aydınlaşır. Dünya şöhrətli şəxsiyyətlərdən kiminin puçluğu aşkar olur, kimininsə də nə qədər uca və dahi olduğu başa düşülür. Bir anlığa özünü İslam dünyasının rəhbəri sayan Rəcəb Tayyib Ərdoğanın ziddiyyətli çöhrəsinə baxın. Özünü Türk dünyasına millətçi kimi təqdim edir, türkçülük, millətçilik deyib turançılıqdan danışır. 2014-cü ildə İraq şəhərlərinin işğalı zamanı əhalisi türklər olan Amirlinin 15 minə yaxın sakini vəhşi və qaniçən IŞİD terrorçuları tərəfindən mühasirəyə alınır. İraq Türkman elinin bir neçə ağsaqqalı və parlamentdə təmsil olunan deputatları yubanmadan Ərdoğanın görüşünə gedir və bildirirlər ki, namusumuz təhlükədədir. Təkfirçilər, bu quduz itlər şəhərə girərlərsə, minlərlə qız gəlinimiz, ana bacılarımız kəniz kimi tutulub bazarlarda satılacaq. Ərdoğan cavab verir ki, mənim əlimdən bir iş gəlmir, sizə heç bir köməyim dəyməyəcək. Ağsaqqallardan biri cavab verir ki, əlinizdən bir iş gəlməsəydi, yanınıza gəlməzdik. Sizin generallar IŞİD komandirləri ilə bir yerdə yeyir, bir yerdə yatır, Mosulun küçə xiyabanlarında qol-qola gəzirlər. Cənab Ərdoğan, desəydiniz ki, şiə olduğunuz üçün sizə yardım edə bilməyəcəyəm, daha doğru olardı. Burada türkmən ağsaqqalın sözünə bir düzəliş etmək yerinə düşərdi. Cənab Ərdoğan, biz də Azərbaycan kimi sağmal inək olsaydıq, sizə pulsuz qaz, neft, milyardlar və hər şey versəydik, üstəlik Amerika və İsrailin icazəsi olsaydı, əlbəttə bizə də yardım edərdiniz. Bu heyət üzvləri İrana getmədən, yaxından görüş olmadan və təkcə bir telefon bağlantısı ilə General Qasım Süleymanidən yardım istəyirlər. O dahi insan hədsiz dərəcədə iztirab içərisində olan türkman başçılarına toxtaqlıq verib deyir ki, nigaran qalmayın. Allahın köməyi ilə Amirlinin süqutuna imkan vermərik. Tez bir zamanda Amirliyə gələcəyik. Mühasirəni dəf edib sizin türkman elini o vəhşi qoşunun şərindən qurtaracağıq. Həmin günün səhəri Allahın bu mömin bəndəsi ilk növbədə Bağdada uçur. İraqın dövlət başçıları ilə söhbətdə Amirlidən danışır. Onlar təəccüblə Bağdad süqut astanasındadır deyirlər. Bağdadı, bu paytaxt şəhəri qorumaqda bizə yardım edin. Amirlinin xilasına heç bir ümid yoxdur. Artıq o şəhərin işğal olunması labüddür. Hacı Qasım qətiyyətlə bildirir ki, biz Bağdadı qoruyacağıq. Amma ilk növbədə Amirlini mühasirədən çıxarıb azad etməliyik. O cavab gözləmədən məqsədə doğru yola düşmək üçün helikopter istəyir. Onu fikrindən yayındırmaq üçün nə qədər çalışsalar da, Amirliyə helikopterin enməsinin qeyri-mümkün olmasını və göydə vurulacağının qəti olmasını bildirsələr də, sözündən dönmür və yola düşür. General Süleymani həqiqətən də hər an vurulma təhlükəsi və yaxın məsafədən hədəf alınma riski ilə atəş altında Amirliyə enir. Şəhərin ümumi vəziyyəti ilə yaxından tanış olur, öz gözləri ilə mühasirəni, düşmənin mövqeylərini görür. Əməliyyat planı üçün qeydlər götürür. Qısa zamanda plan hazırlanır və əməliyyat başlayır. Mühasirə yarılır, düşmən qovulur.
Bəli, adət üzrə çox şeylər unudulsa da, o müdhiş və qorxunc gecələrdə qadın və uşaqların dəhşətli həyəcanları yaddan çıxsa da, bir zaman müdafiəsiz qalmış məzlum amirli cəmaatının nicat tapdıqdan sonra Hacı Qasimin başına toplaşaraq, əllərində silah ərəb rəqsi ilə şadlıq etməsi heç vaxt unudulmayacaq. Tarixin alın qırışlarına bənzər əyri-üyrü yollarında, nəfəs kəsən, bağır çatladan eniş yoxuşlarında, İslam ümmətinin iki fərqli şəxsiyyətinin rəftarını müqayisə edin. Bir tərəfdə özünü Türk dünyasının, Turan imperiyasının imperatoru sanan, yeri gələndə İslam dünyasının lideri və yeni Osmanlı xilafətinin xəlifəsi güman edən Rəcəb Təyyib Ərdoğan, digər tərəfdə özünü İslam ümməti qoşununun sıravi əsgəri adlandıran, həqiqətdə isə zəmanənin malik əşləri olan General Qasım Süleymani. Ruhun şad olsun Hacı Qasım, qəbrin nurla dolsun ey zəmanəmizin malik əşləri.